Deməli, salam aleykum. Belə bir Flamingon belə bir dənə motor təmizləyəni var. Bu günlər bunu yoxlamaq istəyirik, görə necə olacaq. Bakışqanda eləmək olur. Motor təmizləmək, mən birinci dəfə deyirəm. Desəm, peyəməm kimi olur. Hər yerə vurmaq olar da buna. Ha, yəqin ki. Yəni, o da belə olur. Ha. Bu belə şey fırlar. Belə pıskırtmır bəs, nədən olur? Yumru kimi pıskırtmır. Nə tər yumruçum, nə bilim. Bu belə. Reaksiya gedir, mi? Ha, ya. Şey, sukund. Amma başqa reaksiya. Dostlar, bu belə. Mən istəyirəm ki, bu şey kimi vursun da, belə. Köpük kimi vursun. Şeylə, çalxala. Sən də elə vururdu. Yox, bir dənə nəzik vurdu, sonra qayıtıb bir köpüşmüş şişir. Bax, orada şişirir. Gördün ha, bax, uçursan. Bir dənə vurursan, sonra qayıdır şişir. Bunlar var, görüldü şey. Stop elə. İşığı yandı, bir dənə bir ışıq sağ. Bunu tərifləyirlər. Kərbəlar vasitə olsun. Zırt maşı kodlanmış. Ser gördün mü bundan? Flamingo. İndi bir dənə əsas belə dedim, məqam var. Əsas məsələ var. Bilmirəm indi maşın xoda düşəcək, yoxsa düşməyəcək. Bu videoya baxdısa, deməli xoda düşüb. Amma qəşəng bu. İndi bilmirəm bu çirk yığacaq, yığmayacaq. Bu da maraqlıdır. Belə ümumi yaxşıdır. Xoda düşdü də oradan. Buralarını da biraz təmizlədim. Əlim çatan yerləmək.